sizinlə birlikdə universitetə gedəcəyik. Əslində çox da heyecanlı deyirəm, sadəcə çox yuxuluyam. Mən yəni Sumqayıtda qaldığıma görə, bu arada Bakı dövlətə qəbul olmuşam. Biraz tez durmaq məcburiyyətindəyəm. Biraz evə səhər saat 5-də durmuşam ki, çatdıram. Ümid edirəm ki, hər gün səhər saat 5-də durmaram. Əslində elə dəqiq bilinmir, bəlkə həftə 4 dəfə getdi, amma yenə də saat 5-də durmaq mənə gəlir ki, mənə biraz pis təsir edəcək. Yəni boyu həmişə saat 5-də uzanıb yatmışam deyə biraz qəribə oluram bu saatda durmağa. Normalda hava belə olanda mən artıq yatmağa uzanırdım. Əslində keçən dəfə TikTok üçün vlog çəkirdim. O vloqum silindi və ondan sonra bütün həvəsimi öldürür nəsə çəkməyə. Ümid edirəm bu vloqum silmədi özünə. İnşallah. Yəni sizə bütün lookumu göstərdim. Sonra hardasa mən də göstərməyə yerim, vaxtım falan olmayacaq. Çünki bizə deyiblər ki, səhər saat 8-də orada olun, 30 dəqiqə biz bilən tədbir olacaq, sonra 8:30-da artıq dərslərimiz başlayacaq. Guys, baxın. Ən sevdiyim vlog şəmini götürəm var da. Məndə bu vlog şəm artıq 1 ildən çoxdur var və yəni nə yaxşı ki almışam dediyim digər çantamdır. Baxın, mən tam görsənmirəm. İnşallah bir yer tapısı pullu. Öyle şeyi çox sevirəm Hilalı. Çantamın içində burada çox şey var əslində. Yəni heç əslində ilk gündən böyük çanta aparmaq istəmirdim. Amma mən böyük çantalara daha çox üstünlük verirəm. Sadəcə bir də dedilər ki, mütləq şəkildə dəftər qələm gətirin. Dəftər qələmdə sadəcə böyük çantalar yerləşir. Əslində mən saçımı burmalıyam. Baxın, saçımı qat-qat kəstirmişəm. Sadəcə hava pisdir, deyirəm yağış yağar, yeniləmişlik olar, saçım açılacaq. Belə əslində saçım heç tamam qurumuyub. Amma yəni vurmayacağım. Böyük ihtimalle belə dümdüz gedəcəm. Sonra belə dümdüzə qəribə görsənir, amma yeyə bilərik. Başqa variantımız yoxdur. Ayaqqabılarım da bu arada şeydir. Adidas rəngdə. Kofe rəngə deyilir əslində. Oo, nə qəşəng şey. Görməyəcəyiz zaman. Baxın, yəni çox gözəldir. Evimdən görsənmir. Biz o tərəfi görməyəcəm də məncə heç. Neyse. Varsa görsəmsə göstərəm. Buradan sonra baş verən hadisələri artıq səsləndirmə məcburiyyətindəyəm. Hardasa saat 7-də evdən çıxıb artıq universitetə yollandım. Universitet başlamışdan əvvəl artıq bəzi qrup yoldaşlarımı tanıyırdım və biz onlarla qrupda danışmışdıq ki, tədbir başlamamışdan əvvəl görüşüb, yığışıb, daha sonra birlikdə içəri girək. Bu arada deyərsəniz, bəzi universitetlərdə tədbir belə olmayıb, amma bizim universitet tədbirə təşkil edilmişdi. Bizə əslində bugünün cədvəlini belə atmışdılar, lakin bugün heç bir dərsimiz olmadı. Birinci dərsdə tədbir oldu, ikinci dərsdə bizi dekandan tanış etdilər. Onlar öz məsləhətlərini verdilər, öz qaydalarını izah elədilər ki, nəyə etmək olar, nəyə etmək olmaz. O da ki, sizə deyim, məktəb qaydalarından çox da fərqlənmir. Və biz onlara qulaq asıb, daha sonra yollandıq universiteti gəzməyə. Şöyle. Güzel üstün içi qəşəngdir. Sizdə də üstün içi qəşəngdir. Bugün bunun üstüne çıxmaq olmaz. Məncə olmaz. Burada çox təpkilə düzləyirsən. Bu da qəşəngdir. Məncə biz bir də bu istəməyəcəyik. Burada millət olacaq. Edirəm videoma ömrüncə siniflərdə baxır. Birincisi sizə uğurlar arzu edirəm. Narahat olmayın, imtahan yaxşı keçəcək. İnşallah da istədiyiniz yerə qəbul olarsınız. Bir də sizə məsləhət vermək istəyirəm ki, universitetə qəbul olandan sonra adi TikTokun özündə, mən inanmıram ki, digər sosial şəbəkələrdə çoxlu məlumat taparsınız, amma inanın TikTokun özündə xeyləm öz universitetiniz haqqında məlumat tapa bilərsiniz. Sadəcə axtarış yerinə öz universitetinizin adın və məlumat sözünü yazın və o qarşınıza çıxan bütün videolara baxın. Çünki daha sonra siz universitetə gələndə siz artıq çola çətinlik çəkmişsiniz, çünki biraz da olsa məlumatınız var. Biz də elə TikTokdan gördüyümüz Bakı dövlətin məşhur bufetlərinə gedib gəzmək qərarını aldıq.
Bu arada indidən deyim, Sezarları 10'da 10'du. Siz de beğendin. Yok çok pahalı. Ha, pahalı diye çok pahalı. Bu 1 manat 30 qəpik bunun böyüyünü alıram mən. Bu 80 milyon. Yok 80 milyon. Bilmem neçədə alırsan. Böyüyün 1 manat 30 alıram. Çok bahadır. Çok. Bir dənə minusu var. Hava qəşəng məcmuası. Sonra ondan saçıyalım. Bizim uşaqlar, məncə bizim uşaqlar belə. Hə, olur, hepsi mən qoluna bir danlayalım. Bas, bas. Hə, bir də salam da deyim vloguma. Resimlər dərdə gəldi. Daha sonra biz universitetdən çıxdıq və mən öz rəfiqəmlə içəri şəhəri gəzməyə getdim. Çok şirinler. Bir şey salam de benim vloguma. Salam de. Hər birinizi çox sevirəm və bu ilki dərsində uğurlar arzu edirəm.